Hər kəsə salam, mən Zəhra. Bu mənim YouTube-a ilk videomdur. Ona görə çox yerdə səhv edə bilərəm. Ona görə öncədən üzrlü sayın. Biraz özümü tanıdım. 17 yaşım var, 11-ci sinifdə oxuyuram. Təəssüf ki, 2025-ci ilin iyun ayında mənə kəskin limfoblast leykoz diaqnozu qoyuldu. Öncə üzümdə qırmızı nöqtələr yaranmağa başladı. Daha sonra bədənimdə göyərmələr oluşdu. Amma yəni mən bunu ilk olaraq çox da diqqət eləmədim bu göyərmələrə. Çünki idman edirdim. Deyərkən mən harasa dəyir ayaqlarım falan. Amma bunlar getdikcə artdığı üçün artıq biz analiz verdik. Bu analizdə artıq şübhələr var idi. Çünki qan göstəriciləri hamısı ya çox aşağı, çox yüksək və həmin gün artıq mən xəstəxanada yatış elədim. O müddətdə, yəni xəstəxanada qaldığım müddətdə mən artıq qan almağa başladım. Amma bu yəni artıq şübhələr yaranmışdı. Bunu tam təsdiqləmək üçün sümük ili ilə biopsiya alınması gərəkirdi və həmin gün biopsiya alındı. Bir neçə gün sonra biopsiyanın cavabları bəlli olduqda artıq məlum idi ki, bu diaqnozdur. Orada xəstəxanada yatdığımda davamlı olaraq qan aldım. Daha sonra ailəm məni tam əsas bir müalicəyə başlamaq üçün Türkiyəyə apardılar. Türkiyədə 5 kurs ximioterapiya aldım. İlk öncə orada heç kimlə söhbət eləmirdim. Ümumiyyətlə rəfəqatçım olan anam ilə belə bir kəlmə belə söhbət eləməzdim. Çünki heç halım yox idi. O qədər içimə qapanmışdım ki, Türkiyədə xəstəxanada idim. Artıq bilirdim ki, mən bu il təhsilə davam edə bilməyəcəm. Zaman keçdikcə saçlarım tökülməyə başlayırdı, gücsüzləşməyə başlayırdım. Amma daha sonra başa düşdüm ki, bu qədər də belə içinə qapanmaq olmaz. Çünki hər hansı bir şeyi qazanmaq istəyirsə insan ilk öncə özünə inanmalı və sonra motivasiya lazımdır bunun üçün. Zaman keçdikcə artıq oradakı insanlarla tanış oldum, oradakı insanlarla söhbət elədim. Yəni çəkilməyəcək bir xəstəliyi artıq çəkiləcək bir xəstəliyə çevirməyə çalışırdım. Yaşadığımız bir şeyin onu gözəlləşdirməyə çalışsaq bizim üçün o qədər asan olar. Çünki bunun çıxış yolu yox idi. Yəni mən bu xəstəliyi, ya bu müalicəni ya belə ağır bir şəkildə görəcəkdim, ya da heç olmasa biraz daha mənim üçün asan bir şəkildə keçəcəkdi. Müalicələr başladıqdan sonra artıq hər ay məndən biopsiya alınırdı, blast hüceyrələrinin dərəcələrinə baxmaq üçün. Bu dəqiqə Azərbaycandayam. Maye olaraq ximiya almasam da, ilac olaraq və iynə olaraq yenə də az bir dozada da olsa ximiya alıram. Bu saxlama müalicəsi kimi adlanır səhv eləmirəmsə. Düzdür, zamanla saçım töküldü, halsızlaşdım, dərslərə davam edə bilmədim. Çox belə kədərləndim, amma düşündüm ki, sonra bəlkə də bunun olmasında da bəlkə bir xeyir var idi. Stressdən çox uzaq olmalısınız. Yəni həyatınızda ağır bir xəstəlik yoxdursa, ağır bir probleminiz olmayana qədər, stress çəkməyiniz yaxşı deyil. Ümumiyyətlə məsələn bu xəstəlik adını eşitdikdə təbii ki, bizim də ilk öncə başımızdan elə bir qaynar sular töküldü. Amma bu belə düşünsək ki, bu bir qrip kimidir. Biraz qripin ağır bir formasıdır. Amma yenə də biz bunu qazanacağıq və bunu yenə də biz udacağıq, inadla udmağı istəyiriksə, istədiyimizi düşünsək, mənə elə gəlir ki, bizim üçün daha asan olar. Təbii ki, mən də hələ ki, müalicənin bitməsinin 2-ci ayındayam. Artıq öz evimdəyəm, Azərbaycandayam. Bu videonu çəkməkdə əsas məqsədim odur ki, çox insanlara çatdırmaq istəyirəm səsimi. Çox insanlara, bəlkə bəzi insanlara kömək edə bilərəm, bəlkə bəzi insanların qəlbinə toxuna bilərəm. Çünki biz də ilk belə bu xəstəliyin adını eşidəndə çox çarəsiz idik. Yəni kimlərsə məlumat almaq istəyirdik, nəyisə soruşmaq istəyirdik. Amma ilk olaraq onu deməliyəm ki, hər nə gəlirsə başınıza, motivasiyanızı heç vaxt itirməyin, yəni ümidinizi heç vaxt itirməyin. Bəli, indi təhsilimə davam edə bilmirəm. Çölə çıxanda maska ilə çıxıram. Yəni əvvəlki girdiyim qədər ortamlara girə bilmirəm, amma işin sonunda mən sağlamam və həyatdayam. Buna belə şükür edirəm. Öz-özümə dedim ki, mən danışmaq istəmirəm heç kimlə. Əsas olaraq özünüzə deyirsiniz ki, mən yaşamalıyam, həyatda olmalıyam. Heç bir şey yaşamamışam.
hələ çox gəncəm. Ona görə daim özünüzə motivasiya verməlisiniz. Hər ay biopsiya üçün mən təzədən xəstəxanaya gedirdim. Artıq onu, yəni, hər ay getdiyim üçün bu bir döngü idi. Yəni davam edirdi, davamlı olaraq təkrarlanırdı. Amma bunu artıq mən bir yerdən sonra gözəlləşdirməyə başlayırdım. Məsələn, oradakı tibb bacılarla gedirdim görüşməyə. Yəni ki, ən azı məni belə ürəyimə biraz da olsa sevinc gətirirdi. Söhbət edirdim, yeni insanlarla tanışırdım. Yəni bir də yolda məni görən hər bir insan dua eləyirdi. Yəni soruşurdu ki, nə xəstəliyiniz var, dua eləyirdi. İlk öncə insan içinə də çıxmağa çox qorxurdum. Təbii ki, indi bu dəqiqə çox qorumalıyam deyə o qorxu məni çox belə, yəni qorxudurdu. Hətta xatırlayıram ki, ayaqlarım belə titrəyirdi, çünki bir aydan sonra mən çölə çıxmışdım. İnsanlardan qorxaq hala gəlmişdim. Bu dəqiqə yəni müalicə alıram, davamlı olaraq qan analizləri verirəm. Bir problemlər çıxır, onu önləməyə çalışıram, amma yəni yenə də olumlu düşünməyə çalışıram. Yəni evə gəldikdən sonra, yəni Azərbaycana döndükdən sonra da bir çox problemlə yenə qarşılaşdım, amma onu yenə də biz yəni neqativ düşünməməyə çalışırıq. Yəni nə qədər də olsa pozitivləşdirməyə çalışıram. Düşünürəm ki, biz nə qədər problemin üstündən pozitiv şəkildə getsək, problem yəni bizə o qədər, yəni asanlaşa bilər. Problem artıq problem kimi gəlməz bizə. YouTube-a başlamağımın əsas səbəblərindən biri də odur ki, yeni bir əyləncələrə, yeni bir platformalara girmək və əsas olaraq da, yəni orada davamlı, yəni ximioterapiya aldığım üçün, ximioterapiya nə qədər də blast hüceyrələri öldürsə də, əsas bizim, yəni öz hüceyrə, sağlam olan hüceyrələri də öldürür və insan halsızlaşmağa başlayır. Amma artıq 3-4 aydan sonra mən bu halsız olmağıma öyrəşmişdim. Bu müddət elə bilirdim ki, heç bitməyəcək, çünki davamlı olaraq eyni şey təkrarlanırdı. Ximioterapiya alırdım, ximioterapiyadan sonra 1-2 həftə çox pis olurdum, qızdırmam olurdu, təzədən xəstəxanaya qayıdırdım, yenə təzədən biopsiya və ximia və belə təkrarlanırdı. Amma bu müddət içərisində, yəni başımı çox qatmağa çalışırdım. Yəni şəkillər çəkirdim. O şəkilləri bir dəfə mənim öz həkimim gördü və çox sevdi. Dedi ki, onları mənə verərsən. Məni o qədər çox sevindirdi ki, yəni başımı belə qatırdım. Daha sonra özüm çox yeməsəm də şirniyyatlar eləyirdim. Həkimlərimi də çox sevməyə başladım. Düşünürəm ki, bu xəstəliyi asan keçirtmək üçün, yəni insanın da qarşısına gələn yaxşı insanlar çıxsın. Şimdi deyirdilər ki, düşün ki, sən bir dənə qrip keçirmisən, ağır bir qrip keçirmisən, biz onu qazanmağa çalışırıq və qazanmaqdan başqa çarəmiz yoxdur və əsas burada baş rolda sənsən. Daha sonra bizi, yəni hamımız bir yerdə çalışmalıyıq ki, biz səni tamamilə sağaldaq. Və mənə hər dəfə deyirdilər ki, sənin heç nəyin yoxdur, səndə qripdir təkcə. Və burdakı həkimlərimi də çox sevirəm. Onlar da mənə daima deyirlər ki, ümidini itirmə, əsla yaxşı olacaqsan. Nə olursa olsun, heç vaxt ümidinizi itirməyin. Düşünün ki, hər şeyin bir çarə vardır, hər şeyin bir yolu vardır. Hər şey müalicə oluna bilər. Bir yerdən sonra bilirsiniz ki, bəli, bu xəstəliklə siz üzləşmisiniz və siz amma bunu qazanmalısınız. Heç bir, yəni başqa bir variantı yoxdur, başqa bir yolu yoxdur. Amma belə düşündükdə, yəni biraz da özünüzü də sevindirmiş olursunuz. Biraz içinizə ümid də gəlmiş olur. İlk videom bu qədər olsun. Tam özümü ifadə edə bilmirəm mən. Heç vaxt, yəni istədiyimi anlata bilmirəm. Amma bir qədər də olsa danışmağa çalışdım. Bu qədər hələlik. Əgər nəsə böyük bir səhvlik görsəz, onu mənə deyərsiniz, düzəltməyə çalışarıq. Bu qədər. Görüşərik.